Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala Resulina Muhammedin ve ala alihi ve ashabihi ecmain. Allah-u Teala'ya sonsuz həmd-ü sənalar olsun. Onun göndermiş olduğu son Peygamber olan Muhammed Mustafa sallallahu aleyhi ve selleme salatu selam olsun. Rabbimize sonsuz şükürler olsun ki Rabbimiz bizlere saysız hesapsız sayıp bitirebilmeyeceğimiz nimetler vermiştir. Əziz insanlar, elə bir zamanda, elə bir çağda, elə bir dövrdə yaşayırıq ki, bu dövrdə yaxşı qalmaq, pis olmamaq insani baxımdan, yaxşı insan olaraq, yaxşı bir qul olaraq Allah-u Teala'ya, yaxşı bir bəndə olaraq qala bilmək həqiqətən də çətin bir məsələyə çevrilmişdir. Necə ki, əvvəllər insanlar günah işləmək üçün, günah bir işi görə bilmək üçün bəlli günahlar var. O günahları görə bilmək üçün müəyyən əziyyətlər çəkməli idilər. Məsələn, insan içki içəcəkdirsə, hər yerdə o içkini tapa bilməzdi. Məsafə qət eləyərdi, daha sonra içkini əldə eləyər və ictimai qınaq olduğundan dolayı gedərdi, insanların görmədiyi bir yerdə o günahı işləyərdi. Və ya digər günahlar olsun. Məsələn, qumar olsun. Əvvəllər insanlar xəlbət bir yerə toplaşar, aralarında qumar oynayar, o günaha batardılar. İndi isə insanların istifadə etdiyi mobil telefonlarda belə müxtəlif, Allah qorusun, qumar saytları var. Onlardan istifadə edərək rahatçılıqla o günaha da bulaşa bilirlər. Digər tərəfdən zina olsun. Əvvəllər bir insan bu işi görmək üçün çox, belə deyək, işləri görməli idi. Ancaq hal-hazırda insanların göz zinası etməsi, haram videolara, haram şəkillərə baxması daha rahat, daha əlçatan olduğu bir vaxtda yaşayırıq. Əlbəttə ki, biz onu xatırladaq ki, yaxşı bir insan deyildikdə, yaxşı bir qul deyildikdə, bu insanların təyin edə biləcəyi bir anlayış nəzərdə tutulmur dediyimiz. Necə ki, Uca Rəbbimiz Quran-ı Kərimdə وَلَا تَسْتَوِي الْحَسَنَةُ وَلَا السَّيِّئَةُ Pislik və yaxşılıq bir ola bilməz. Eyni dərəcədə, eyni səviyyədə ola bilməz. Mömin bir insan, müsəlman bir insan, Allaha təslimiyyəti olan bir insan, əlbəttə ki, Allahın yaxşı dedikləridir, pis Allahın pis dedikləridir. Burada bizim ölçümüz, bizim müsəlman olaraq ölçümüz Allah nəzdində, Allahın ifadəsi ilə yaxşı olmağa çalışmaqdır. Əlbəttə ki, insanların hansından biz soruşsaq ki, sən yaxşı insansanmı, heç kim özünə pis insanam deməz, pis olduğunu iddia eləməz. Mömin üçün, müsəlman üçün yaxşı insan olma anlayışı, onun ölçüsü Allah tərəfindən belirlənən, Allah tərəfindən təyin oluna bilən bir şeydir. Bəs bizim belə bir düşüncəmiz olması lazımdır ki, belə bir sual verməyimiz lazımdır ki, özümüzə bu qədər günahların daha rahat işlənə bilən hala gəldiyi bir dövrdə necə edək ki, məhz Allahın nəzərdə tutduğu şəkildə yaxşı insan ola bilək? Ətrafımızda bu qədər çirkab varkən, bu qədər rahat-rahat günah bataqlıqları, zülmətləri varkən, biz necə olar yaxşı insan olaraq, yaxşı bir qul olaraq, yaxşı bir mömin, yaxşı bir müsəlman olaraq qala bilməyimiz necə mümkündür? Uca Rəbbimiz Quran-ı Kərimdə Ən-Nəhl surəsinin 66-cı ayət kəriməsində buyurur: Şübhəsiz heyvanlarda da sizin üçün ibrətlər vardır. Belə ki, sizə onların qarınlarındakı ifrazat ilə qan arasından çıxan, içənlərin boğazından rahatlıqla keçən xalis bir süd içirdirik. Rəbbimiz buyurur ki, bu ayətdə heyvanlarda bizlər üçün, yəni ibrətlər var. Sağlam, məsələn, bir inəkdə
süd verən bir inəkdə bizim üçün ibrətlər var. O süd heyvanın bədənində, üzr istəyirəm, nəcasət ilə qanın arasından süzülüb gəlir və boğazlardan rahat keçə biləcək şəkildə pak bir şəkildə olur. Yəni Allah istədiyi zaman pisliklərin arasında belə pak saxlamaq Allaha çətin əmələ gələn, Allah üçün çətin olan bir şey deyil. Bunun üçün isə istəmək lazımdır ki, əvvəla Allah bizi təmiz, yaxşı, pak saxlasın. Bir müminin, bir müsəlmanın təmiz qalmaq üçün, yaxşı insan olaraq, yaxşı bir mömin olaraq qala bilməsi üçün əvvəla onu səmimi qəlbdən Allah-u Teala'dan istəməsi lazımdır. İstəməyən əlbəttə ki, çirklənəcək, əlbəttə ki, kirlənəcək, pisləşməyə doğru irəliləyəcək. Baxın, Rəbbimiz bir daha xatırladırıq ki, buyurur ki, nəcasət ilə qanın arasından pak bir süd Allah-u Teala çıxarır heyvanın bədənindən, inəyin bədənindən, camışın bədənindən və s. və ilə axır. Bunu qadir olan Allah-u Teala biz insan oğlunu da, biz insanları da, biz möminləri də çirkli mühitlərin arasından ahirətə tərəf getdiyimiz bu yolda bizi pak olaraq saxlaya bilər. Yenə təkrar edirik. Bunun üçün əvvəla onu istəmək lazımdır. Mömin bir insan hər zaman qıldığı namazlarında uca Allahdan "İhdinə sıradal müstəqim", bizi doğru yola yönəlt deyə Allah-u Teala'ya dua edir. Bizi doğru yola yönəlt. Düşünün ki, bu isə Allah-u Teala'dan bu yaşadığımız həyatda bir yol soruşmağa bənzəyir, o mənaya gəlir. Yəni Allahımıza deyirik ki, Rəbbimizə deyirik ki, məni doğru yola yönəlt. Baxın, Fatiha surəsində namazlarda biz bir mənada uca Rəbbimizdən istəyirik ki, ya Rabbi bizi doğru yola yönəlt. Bir insan yol getdiyi əsnada, yolun kənarında bir insanla başqa bir insandan maşınını saxlasa və ya piyada getdiyi zaman yolu soruşsa, o yolu göstərdikdən sonra onun dediyi istiqamətdə yox, başqa bir istiqamətdə gedilməyi bir mənada, Allah qorusun, həmin yol soruşduğumuz insanın dediyi yol yox, başqa bir yolla getdiyimizdə onun göstərdiyi yola inanmadığımız mənasına gələcək. Elə deyilmi? Onun dediyi istiqamətdə getdiyimizdə biz doğru yolu tapacağıq. Onun dediyi yol ilə getdikdə, onun dediyi tərəfə getdikdə ona heç bir hörmətsizlik olmayacaq. Ona biz istehza ilə yanaşmamış olacağıq. Baxın, bizim Quran-ı Kərimə nəzər saldığımızda qarşılaşdığımız bir mənzərə var. Bizdən əvvəlki ümmətlər iki şəkildə həlak olub. Bir, Allahın ayətlərini yalan sayıblar. Yalan saymaq nədir? Allahdan gəldiyinə tam olaraq inanmayıblar. Düşünməyiblər ki, bu ayətlər Allahdan gəlib. Allah belə deyir, ancaq mənim düşüncəm tamamən fərqlidir deyərəkdən həyatlarını yaşayıblar. Allah belə deyir, qoy desin, ancaq mən ondan daha yaxşı yol bilirəm deyərəkdən həyatlarını yaşayıblar və sonları fəlakət olub. İkinci qismdə Allahın ayətləri ilə istehza eləyiblər. Baxın, bir qədər əvvəl verdiyimiz misalda insandan yol soruşdun. O göstərdiyi yolla getməyəndə həmin insanla istehza eləmiş oldun. Biz də Quran-ı Kərimin Fatiha surəsini namazlarımızda oxuduğumuzda İhdinə sıradal müstəqim, bizi doğru yola yönət deyirik. Doğru yol nədir? Uca Rəbbimizin kitabı Quran-ı Kərim. Quran-ı Kərimə baxaraqdan, Rəbbimiz deyir ki, bu iş günahdır, bu işi etməmək lazımdır. Bu işi qadağan etmişəm. Ancaq biz yenə o yola yönəliriksə, biz Rəbbimizin dediyi ayət ilə, Quran-ı Kərim kəlamı ilə, Allah-u Teala'nın kəlamı ilə bir növ istehza etmiş olmarıqmı? Allah qorusun, bizdən əvvəlki ümmətlər məhz dediyimiz iki səbəblə bu dünyadan məhv olaraq, bu dünyadan
fəlakətlərlə üzləşərək köçüblər. Ona görə də gəlin hamılıqla yolumuzu Allahdan soruşaq. Belə qatmaqarışıq bir çağda, belə qatmaqarışıq bir zamanda yol göstərənimiz uca Allah olsun və onun Peyğəmbəri Muhammed Mustafa sallallahu aleyhi və səlləm olsun. Allah-u Teala ayətlərini göndərib, o ayətləri həyatına ən gözəl şəkildə də onun Peyğəmbəri, son Peyğəmbər olan Muhammed Mustafa sallallahu aleyhi və səlləm həyatına ən gözəl şəkildə tətbiq eləyib və o da bu günümüzə qədər gəlib çatıb. Allahın ayətlərini biz də həyatımıza tətbiq eləməyə çalışaq. Ayətləri görməzdən gəlməməyə çalışaq. Ayətləri həyatımıza yansıtmağa çalışaq. Çünki qiyamət günündə o ayətlərdən hesaba çəkiləcəyik. Oca Allah həmin gündə üzü ağappaq olan qullardan olmağı bizlərə nəsib eyləsin inşallah.